Cəmi tapın. 34 üstəgəl 22. Gəlin alt-alta hesablayaq. 4 ilə 2-ni toplayanda eləyir 6. 3 ilə 2-ni toplayanda eləyir 5. 56. B variantı doğru cavabdır. 2 onluq və 8 təklikdən 5 təklik çıxsaq neçə qalar? Gəlin əvvəlcə yazaq. 2 onluq 8 təklik nəyə bərabərdir? 2 onluq 8 təklik 28-ə. 5 təklik nəyə bərabərdir? 5-ə. Bunun onluğu yoxdur. İndi deyir ki, birincidən ikincini çıxmalıyıq. Yəni 28-dən 5-i çıxmalıyıq. 6-6 hesablayaq. 8-dən 5 çıxanda qalır 3. 2-nin də olduğu kimi aşağı salırıq. 23. Doğru cavab oldu B variantında. Yuxarıdakı toplama cədvəlində sual işarələrinin yerində olan ədədlərin cəmini tapın. Gəlin əvvəlcə ayrı-ayrılıqda sual işarəsinin yerinə nə uyğun gəlməlidir hər iki xanada onu tapaq, sonra onları toplayarıq. Birinci sual işarəsinə baxaq. 5 ilə 9-un cəmi. 5 ilə 9-un cəmi neçəyə bərabərdir dostlar? 14-ə. Deməli, birinci sual işarəsinin yerində 14 olmalıdır. İkincidə isə toplanan cəm. Toplananlardan biri məlum deyil, məchuldur. Tapmaq üçün nə edəcəyik? Cəmdən, yəni 16-dan məlum toplananı, yəni 8-i çıxacaq. Qalır 8. Deməli, burada da sual işarəsinin yerində olmalıdır 8. İndi bizdən istəyir ki, bu ikisini toplayaq. Onların cəmini tapaq. Gəlin alt-alta toplayaq. 14 üstəgəl 8. 8 ilə 4-ün cəmi edir 12. 2 yazıram 1 yadda. 1-in də üzərinə 1 gələndə 2. 22. Doğru cavab oldu A variantında. Kəmalə 48 səhifəli kitabın 16 səhifəsini oxudu. Neçə səhifə qaldı? 48 idi əvvəl, 16-sı getdi. Neçə qaldı? Bunu tapmaq üçün gəlin alt-alta çıxmadan istifadə eləyək. 8-dən 6 çıxanda qalır 2, 4-dən 1 çıxanda qalır 3. 32. Deməli, kitabın oxunmamış 32 səhifəsi qaldı. A variantı doğru cavabdır. Verilmiş almaların sayını vurma əməli ilə göstərin. Dostlar, şəkildə neçə sətirdə alma var? 1, 2, 3, 4 düzdür. Birinci sətir, ikinci sətir, üçüncü sətir, dördüncü sətir. Hər sətirdə neçə alma var ona baxaq. 1, 2, 3, 4, 5. Deməli, 4 sətir var və hər sətirdə də 5 alma var. Almaların cəmi sayını tapmaq üçün nə edəcəyik? Əlbəttə ki, 4-ü hər sətirdəki almaların sayını 5-ə vuracaq. Bu da eləyəcək 20. Vurma əməli kimi B variantı 4 vurulsun 5 doğru cavabdır. A plus A bərabərdir 18 olan toplama əməlinin vurma əməli ilə göstərilmiş şəkli aşağıdakılardan hansıdır? A üstəgəl A bərabərdir 18-ə. Yəni 2 dənə A bərabərdir 18-ə. 2 vurulmuş A bərabərdir 18-ə. 2-ni neçəyə vuranda 18 eləyər? Əlbəttə ki, 9-a. A səndəmə 9 uymuş. Deməli, 2 vurulsun 9 bərabərdir 18. Bizdən də vurma hissəsini istəyir. 2 vurulsun 9. B variantı doğru cavabdır. 15 şagirdi 3 bərabər qrupa bölsək, hər qrupa neçə nəfər düşər? Cəmi şagird sayımız 15-dir və bu 15-i bölürük 3 bərabər qrupa. Hər qrupa neçə düşəcək? Qismət neçəyə bərabərdir? 15-i 3-ə böləndə qalır 5. Hər qrupda 5 nəfər olacaq. B variantı doğru cavabdır. Verilmiş ədədlərdən neçəsi tək ədəddir? Baxaq. 2. 2 cüt ədəddir. 4 də cüt ədəddir. 5 tək ədəddir. 7 tək ədəddir. 13 sonu 3 ilə qutarır. Tək ədəddir. 16 cüt ədəd oldu. 18 də cüt ədəddir. 22 də cüt ədəddir. 25 yenə sonu 5 ilə qurtarır. Bu da tək ədəddir. Neçə dənə oldu tək ədəd? 1, 2, 3, 4. 4 tək ədədimiz oldu. B variantı doğru cavabdır. 26-dan sonraki cüt ədəd hansıdır? Dostlar, bunu tapmaq üçün nə edə bilərik? 2 yoldan istifadə edə bilərik də. Ya birincisi, 26-dan sonraki cüt ədədi tapmaq üçün 26-nın üzərinə sadəcə olaraq 2 gələrik. Eləyər 28. Ya da digər yolla saya bilərik. 26-dan sonra hansı ədədi gəlir? 27, amma bu tək ədəddir, şərtdə bizdən cütü istəyir. 27-dən sonra gəlir 28, 28 cüt ədəddir. Deməli, 26-dan sonra növbəti cüt ədəd 28-dir. Hər iki yolla da cavabımız 28 eləyir. C variantı doğru cavabdır. Aşağıdakılardan hansına bucaq demək olar? Dostlar, bucaq adlandıra bilmək üçün onun iki tərəfi də düz xəttdən ibarət olmalıdır. Yəni, bucaq sadəcə B variantındadır. Görürsünüz, A variantında iki tərəfi də düz xətt deyil, bu bucaq deyil.
C'də bir tərəfi düz xətt olsa da digər tərəfi düz xətt deyil. Bu da bucaq deyil. Cavabımız oldu B variantında. Verilmiş fiqur necə adlanır? Biz şəkildə qarşı tərəfləri bir-birinə bərabər və eyni zamanda paralel olan bir fiqur görürük. Bu fiqura nə deyəcəyik? Paraleloqram deyəcəyik. Kvadrat ola bilməsi üçün 4 tərəfi də bir-birinə bərabər olmalıydı və bütün bucaqları düz bucaq olmalıydı. Trapesiyada isə sadəcə 2 qarşı tərəfi bir-birinə paralel olacaqdı. B variantı doğru cavabdır. Şəkildə təsvir olunan piramidanın neçə tili var? Bir yerdə sayaq. 1, 2, 3, 4, 5, 6, 7 və son olaraq 8. 8 tili var. C variantı doğru cavabdır. 27 + 8 cəmini tapmalıyıq. Alt-alta toplayaq. 7 ilə 8-in cəmi 15. 5 yazıram 1 yadda. 2'nin olduğu kimi düşürürəm, amma 1 də yaddaydı. Oldu 3. 35. A variantı doğru cavabdır. Samirin 14, Kərimin 17 yaşı var. Onların bir il sonraki yaşlarının cəmini tapın. Baxaq. Samirin var 14 yaşı. Kərimin var 17 yaşı. Bir il sonra onların hərəsinin neçə yaş olacaq? Hərəsi 1 yaş böyüyəcək, düzdür? Yəni Samirin 1 il sonra olacaq 15 yaşı, Kərimin 1 il sonra olacaq 18 yaşı. Bəs bunların cəmi neçəyə bərabər olacaq 1 il sonra? Gəlin alt-alta toplayaq. 15 + 18. 5 ilə 8-in cəmi 13. 3 yazıram 1 yadda. 1 ilə 1-in cəmi 2. 1 də yaddaydı. 3. 33. 1 il sonra onların yaşlarının cəmi 33 olacaq. C variantı doğru cavabdır. 19 + 25 cəmini tapın. Alt-alta toplayaq. 9 ilə 5-in cəmi 14. 4 yazıram 1 yadda. 1 ilə 2-nin cəmi 3. 1 də yaddaydı. 4. Cavabımız oldu 44. B variantı doğrudur.